paralel xətlər deyilir. Üst-üstə düşən xətlərə, yəni kəsişmirsə, bunlar necə xətlərdir? Paralel xətlər adlanır uşaqlar. Paralel xətlər, deməli, məsələn, D1-in D2-yə paralelliyi belə işarə olunur. Məsələn, tutaq ki, belə bir xət verir. Bura D1 yazıb, bura D2 yazıb. Deyir ki, D1 D2-yə paraleldir. El isə bunların nədir? Kəsəndir. Yəni kəsir, bıçağıdır. Uşaqlar, bu kəsəndir. İndi burada yazıram A, burada yazıram B, burada yazıram C, burada D yazıram, burada Y yazıram, burada M yazıram, burada N yazıram, burada da V yazıram. Və yaxud U yazıram. U yazıram. İndi uşaqlar bizə deyir ki, A ilə S necə bucaqlardır? Biri çöldədir, biri içərdədir. Yəni ki, bu xəttin içərisində, insan insana deyir ki, daxilin təmiz olsun. Daxil nə deməkdir? İç deməkdir. Uşaqlar, daxil iç deməkdir. Deməli, indi bu xəttin içərisindəki olan bucaqlar necə bucaqlardır? Daxili bucaqlardır. Paralel xəttin içərisi daxili bucaqlar, çölündə yerləşən xarici bucaqlardır. İndi uşaqlar, A ilə S uyğun bucaqlardır. Biri çöldə, biri içərdə isə buna deyirlər A və S-yə uyğun bucaqlar. Uyğun bucaqlar deyilir. Uşaqlar, U ilə M necə bucaqlardır? U və M necə bucaqlardır uşaqlar? Uyğun bucaqlar. Uyğun bucaqlar. Sən yuxarıda yazdığınız nömrə nədir? Hə, mənim nömrəmdir. Bu videonu qayda eləyirəm. Görən olsa, yəni bilsin nömrəmi. İndi uşaqlar, məsələn, bu paralel xətdir. Deyir ki, bura A-dır, bura B-dir, bura C-dir, bura D-dir. İndi bura Y-dir, bura N-dir. İndi deyir, N-lə C necə bucaqlardır? Paralel xəttin içərisində biri o izdə, biri bu izdə yerləşirsə, buna necə bucaqlar deyilir? Çarpaz. Daxili bir tərəfdir. Çarpaz bucaqlar. Biri o izdə, biri bu izdə yerləşirsə, çarpaz bucaqlardır. L və C daxili çarpaz bucaqlardır. Yəni, daxildə yerləşir çarpaz bucaqlardır. Daxili çarpaz bucaqlardır. B ilə E necə bucaqlardır uşaqlar? Daxili çarpaz bucaqlardır. Bəs yaxşı, B ilə C necə bucaqlardır? B ilə Daxili bir tərəfli. Səsləri bağlayın da çoxlar. B ilə C daxildə yerləşir, daxili bir tərəfli bucaqlardır. Bir tərəfdə yerləşir, paralel xəttin içərisində yerləşir, adlanır daxili bir tərəfli bucaqlar. Aydın oldu mu uşaqlar bunlar? İndi mən şəkli atım. Testin şəklini. Test işləyirəm mən. Aha, bəli. Yanım. Müəllim, özünüz işləyəcək. Hansını işləyə bilmirsiniz, mənə deyəcəksiniz. Hansı sizə çətin gəlirsə. Yaxşı. 2 dəqiqə. 2 dəqiqə qayda.